Çox sağ olun, hörmətli sədr, əziz həmkarlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi daxili qoşunları fəaliyyətinin bütün dövründə dövlətimizin konstitusiya quruluşunun, suverenliyinin, ictimai qayda və ictimai təhlükəsizliyinin təminatı sahəsində müstəsna rol oynayıb, eyni zamanda istər 1-ci Qarabağ müharibəsi, istər vətən müharibəsi, istərsə də antiterror tədbirlərində Daxili İşlər Nazirliyinin, o cümlədən daxili qoşunlarının hər bir fərdi dövlətinə, vətəninə, Müzəffər Ali Başkomandanına sədaqətini dəfələrlə sübut edib. Ən çətin dönəmlərdə rəngli inqilablar ölkəmizə tuşlanarkən, ayrı-ayrı dövrlərdə müstəqilliyimiz, suverenliyimiz təhdid edilərkən, dövlətçilik hədəfə alınarkən, Daxili İşlər Nazirliyinin bütün heyəti kimi daxili qoşunlar milli iradənin yeganə təmsilçisi kimi Ulu Öndər Heydər Əliyevin və Cənab İlham Əliyevin qətiyyət və iradəsinin realizəsində, milli maraqların müdafiəsində tarixin sınağından ləyaqətlə çıxıb. Təbii ki, dövr keçir, münasibətlər sistemi dəyişir, xüsusən Azərbaycanın hərbi siyasi zəfərləri ilə suverenliyimizin tam bərqərar olunması, ölkəmizin önəmli güc mərkəzi kimi yaratdığı yeni reallıq şəraitində yeni münasibətlər, yeni normativ tənzimləmə tələb edir. Daxili qoşunlar haqqında yeni qanun, məruzədə də qeyd edildiyi kimi yeni dövrün tələblərinin zərurəti nəticəsində meydana çıxıb, istər qarşıda qoyulan vəzifələr, istər yeni şəraitə uyğun xidmət qaydalarının təkmilləşdirilməsi, istər daxili qoşunların fəaliyyətinə nəzarət və məsuliyyət məsələlərinə yeni baxış lazım idi. Çünki bugün artıq ölkəmizin, o cümlədən silahlı qüvvələrin, polisin, daxili qoşunların qarşısında konseptual məqamı çıxmaq şərti ilə 5 il əvvəlki vəzifələr dayanmır. Bugün Azərbaycan deyəndə artıq işğal və təcavüzə, separatizmə son qoymaq istəyən bir ölkə barədə danışmırıq. Bugün Azərbaycan dedikdə şərt və situasiya diktə edən gücdən, Azərbaycan prezidenti dedikdə qlobal proseslərə həlledici təsir gücünə malik liderdən söhbət gedir. Azərbaycan prezidenti artıq dəfələrlə nümayiş etdirib ki, populizmə yol vermədən qətiyyətli və səbatlı davranaraq milli maraqların dialoq yolu ilə təmini mümkündür. Dünən düşənbədə növbəti dəfə göstərdi ki, istənilən şəraitdə və istənilən münasibətlərdə milli maraq və mənafələrimizin qorunması üçün nəyi, nə zaman, necə edəcəyini bilir. Bu çox vacibdir, çünki biz yersiz bəyanatların, reallıqla uzlaşmayan populizmin ölkəni hansı fəlakətlərə sürüklədiyinə şahid olmuşuq dəfələrlə. Biz reallıqları aydın formada dərk etməliyik. Elə bir dövrdür ki, ya güclü olub maraqları uzlaşdırmağı bacarmalısan, ya da qurban getməli. Azərbaycanın bugün ən böyük uğuru ondadır ki, həm güclüdür, həm milli mənafələri rəhbər tutaraq maraqlarını qlobal sistemlə uzlaşdıra bilir. O cümlədən də daxili qoşunlar özünün inkişafının yeni dövrünə qədəm qoyub. Bu mənada yeni situasiyada, yeni dövrün tələblərinə uyğun olaraq hazırlanmış, ölkənin ən vacib strukturlarından birinin fəaliyyəti üçün normativ bazis rolunu oynayacaq qanunun qəbulu həm də gücümüzün, imkanlarımızın, zəfərimizin səbəb olduğu transformasiyaya çevik reaksiyasıdır və dəstəklənməsini vacib sayıram. Çox sağ olun.